canı salamat eləsin. Bizi yada salmışsan, Mehriban Əliyev, İlham Əliyevin də canı salamat eləsin. Prezidentimizin də. Amin, amin. Hamısı canı salamat olsun. Anaşa, canı salamat olsun. Yada salam oğlanların, Allah İlham Əliyevin də canı salamat eləsin. Mehriban Əliyevin də canı salamat eləsin. Bildim ki, elə bugün bura gəlməkdə də məqsədimiz sizi təbrik edilməkdir. Sağ olun, minnətdaram sizə. Baxın, Fatıma xanım, baxın. Xəccə xanım, Fatıma qız xəccə deyil. Hələ Ulu Öndər hakimiyyətə gələndən sonra dəfələrlə torpaqlarımızın işğal olunması haqqında çıxışlarında şəhidlərimizi xatırlayırdı və qeyd edirdi ki, biz bu şəhidlərimizin qanını yerdə qoymayacağıq. Nə vaxtsa əvvəl və tez və gec, axırda biz onsuz da torpaqlarımızı düşmənin işğalından azad eləyəcəyik. Və şəhidlərimizin ruhu şad olacaq. Onların başladığı iş sona çatacaq və ölkəmiz qalibiyyətə, qələbəyə gəlib çatacaq. Amin, amin. Bu gün də bizim möhtərəm prezidentimiz Müzəffər Ali Başkomandan torpaqlarımızı azad eləyəndən sonra bizim rayonlarımın icra hakimiyyətlərinin qarşısında vəzifə kimi qoyub ki, biz şəhidləri, şəhid ailələrini, hərbiçiləri, qazilərimizi, müharibə veteranlarını bir an belə diqqətdən kənarda qoymamalıyıq. Sizinlə bugün bura gəlməkdə məqsədimiz bizim bu küçəmizdə Masallı rayonunun ən böyük kətlərindən biri olan Qızılağac kəndinin təxminən 8000 əhalisi olan bir kənd Qarabağ uğrunda döyüşlərdə 9 şəhid verir. O 9 şəhidimizin ikisi, Allah şəhidlərimizə rəhmət etsin, ikisi ikindir, qalanları isə ikisi Vətən müharibəsi şəhidləridir, qalanları da birinci Qarabağ müharibəsi. Bu küçədə 3 şəhidimiz var. 3 şəhidimizdən Zülfünü biz anasını da burada salamlayırıq. Allah rəhmət eləsin. Nasın isə Məhərrəm bizim iki şəhidlər. Birinci Allah'tan dua edirik, arzu edirik ki onlar da tapılsın. İnşallah. İkinci bütün şəhidlərimizə Allah'tan rəhmət diləyirik. Və bugün bizim küçələrimizin abadlaşdırılması möhtərəm cənab prezidentin analarımıza elədiyi hədiyyədir. Prezidentimiz sağ olsun, dövlətimizi Allah qorusun. Sağ olun, sizi təbrik edirik. Hamısını elə xanımın da yada salıb ki, var. Sizə də minnətdaram. Canı salamat olsun. Yaddan çıxmayasınız, heç vaxtı daimi. Hələ başımızın üstə olasınız. Daima bizim üstümüzdən əskik olmuyorsunuz. Daimi əliz həmişə qələmli böylükdən əskik olmuyorsunuz. Fatıma xanım, sizin nə sözünüz var? Sənə sözüm Hələ yoxlayırsınız min şükür. Eldar da danışsın. Min şükür siz yoxlayırsınız. Yada salmışsınız, zəhmət çəkmişsiniz. Borcumuzdur. İlhamın da canı sağ olsun, Mehribanın da canı sağ olsun. Sağ olun. Siz burada qalın, gəlin, narahat olmayın. Sələşin burada, mən gələcəm. Baxım oraya gəl. Ya Allah, ya Gəl. Salam. Necəsən? Kızım necə? Əyləş. Gel. Əyləş. Necəsiniz? Prezidentimiz xüsusi diqqət yetirir, xüsusi bizə tapşırıq verir. Biz ki, bu yerləri eləyirik, hamısı prezidentimizin sizə olan diqqəti. Allah canını sağ olsun. İndi tezliklə bir həftəyə bir də görüşəcək, orada qutaracaq. İnşallah. Allah'a qardaş. Mən sizə deyirəm ki, eləyəcək. Eləyəcək uzaqda olmasın, yaxında olsun. Mən də görüm. İnşallah. Bir neçə günə olacaq. Olacaq.
Sağ olun, devam edək də onda. Sağ olun. Bir də gələcək, Allah qoysa o hazırlananda yenə gələcək. Bir de tez gelsin. Geziyorlar da görün. Şu yazın gözlerini görsün. Allah sizin de canınızı selamet eylesin. Allah razı olsun. Dikkatinize göre minnettarız. Sağ olun. Allah razı olsun. Sağ olun. Allah bu prezidentimizin de Mehriban Hanım'ın da canı selamet eylesin ki onun siz tapşırıklarını ləyaqətlə yerinə yetirəcəyi və cəmaatın da, ictimaiyyətin də hörmət ehtiramını bu hərəkətlərin müqabilində qazanır. rayonumuzda bir yerdə Təşəkkür etmək, minnətdarlıq eləmək hamının haqqı var. Allah köməyi. Mənim Bakıya icazə olar, bir söz vaxtınızı alın. Mən Bakıya gedib gəlirəm. Günlərin bir günü Səlyanda dayanmışam. Bir dənə də bir kalistoklu kişi dayanıb. Orada da 00 Səlyanın 001 52 ilə. Dedim başçının nömrəsində, amma başçı hardadır? Bir dənə də ağ köynək, belə qol qısa köynək olan gəldi, mənə dedi ki, qardaş maşını çək, buradan qonaq gəlib. Bu həmin o kalistoklu kişi yaxınlaşdı ki, çəkmə, baca olur, saxla burada. Dedim, başçının maşını yaxı burada, bəs başçı hardadır? Dedi, elə başçı mənəm, sevindim müəllim. Görüşdü, qucaqladı, öpdü, dedim, olar sizi qucaqlayayım, heç mən başçı qucaqlamamışam. Dedi, hə, nə olar, qucaqla öp məni. Allah sizə can sağlığı, deməyim odur. Həqiqətən də, bax, sizi kimi icra başçıları bu günləri belə bir çıxmasın. Yanınızda mühafizəsiz, nə bilim, insanların içində, kəndin içində, hamı, hara baxırıq, Allaha and olsun. TikTokda baxırıq, görürük necə insanlarla, necə səmimi. O günləri baxmışam, dəfində iştirak eləmişsiniz. Meyit gəlir, Allah rəhmət edir. Düşüb ona, maşından düşüb ona kömək eləyir. Allah sizə can sağlığı versin. Allah sizin anınıza da uzun ömür versin. Sizi kimi insan yetişdirir. Allah sizə can sağlığı versin. Təşəkkür edirəm, kənd cəmaatı adından sizə. Minnətdaram sizə. Yenə bayaq dediyim anaların yanında yenə də deyirəm. Cənab Prezidentin göstərişi budur ki, biz səhərdən axşama qədər tək işimizdə, idarəmizdə oturmalı deyilik. Həm də cəmaatla ünsiyyətdə olmalıyıq. Onların qayğıları ilə maraqlanmalıyıq. O ki, qaldı şəhidlərə, bu bizim bir nömrəli prioritet vəzifəmizdir. Cənab Prezidentimizin, hökumətimizin, birinci vitse-prezidentimizin göstərişi budur ki, hər gün şəhid ailələri diqqət görməlidir. İndi əlimizdən gələni eləyirik. Ananın indi arzusu ilə biz danışdıq ki, bu üzümüzə gələn həftədə bu yolu çıxadacaq. Beləliklə də Qızılağac kəndində Belə deyək ki, siz tək şəhid ailələri yöndə, elə cəmaatın içindəsiniz. Hələ hamıya da kömək olursunuz, qəbulunuzda da olmuşam. Belə dinləmişsiniz də, necə lazımdır, dərdimizə şərik də olmuşsunuz, problemimizi həll eləmişsiniz. Allah canınızı salamat eləsin. Mən də bu kənd cəmaatı adından sizə təşəkkür edirəm. Allah sizə can sağlığı versin. Sen fikrimi tamamladın, arzunu yok. Öpmek istedin sen Cenab-ı Başçı'da. Allah canınızı salamat eləsin. Yedin Allah yaxşı. Biz qaçarımız ki. Ümumiyyətlə, tək burada deyil, bir şey qeyd etmək lazımdır ki, bu küçədə yaşayan şəhidlərimiz də birinci Qarabağ müharibəsinin şəhidləri, yəni bir nəfər şəhid, iki nəfər itkin olmaqla. Ümumiyyətlə, bizim üçün, bizim rayonumuzda heç bir fərq qoyulmur ki, bu birinci Qarabağ müharibəsinin. Bu bizim bayaq qeyd edildim, Cənab Prezidentimiz hələ ulu öndərimiz, bizim rəhbərimiz olarkən dəfələrlə demişdi ki, mən ümid varam ki, inanıram ki, nə vaxtsa Azərbaycan birinci Qarabağ müharibəsinin şəhidlərinin yerdə qalmasına imkan verməyəcək, istənilən vasitələ torpaqlarımız düşmən tapdağından azad ediləcək. O vaxtdan etibarən bizim ulu öndərin siyasi davamçısı, möhtərəm prezidentimizin də göstərişi, tövsiyəsi şəhid ailələrinə qayğının artırılmasıdır. Tək bu kənddə deyil, biz son illərdə rayonumuzun bir neçə kəndində yüzlərlə şəhidlərin yaşadığı küçələrin abadlaşdırılması istiqamətində çalışır. Əlbəttə bu son deyil və bu hamısı demək deyil. Bəzən də görürsünüz, əgər biraz maraqlansız görürsünüz ki, bəzi şəhid ailələri tələsirlər və haqlı olaraq tələsirlər. İndiyə qədər gərək əlbəttə bu olmaydı. Biz əl-ələ veririk,
möhtərəm prezidentimizin göstərişi ilə rayonda da bütün imkanlarımızı səfərbər edirik. Bundan sonra da bu kənddə indi gördüyünüz burada bir 200 neçə metrə, 250 metrə yoldur. Bunu gələn həftə tamamlayacaq. Bununla da Qızılağac kəndində ümumiyyətlə şəhidlərin heç bir yaşadıkları küçə qalmayacaq, asfalt olunmayan. Qeyd edirik ki, burada Masallı rayonunun ən böyük kəndlərindən biri Qızılağac kəndi, təxminən 8000 əhalisi var. Çox böyük tarixə malik bir kənddir. Gülüstan-ı İran Bakıxanlığın Bakıxanlığı kitabında bu kəndin adının İranımızın 2-ci əsrində çəkildiyi çox qədim bir kənddir. Bizim 9 şəhidimiz var, onların hamısının xatirəsi bizim üçün əzizdir. Bir daha qarşılarında baş əyirik, bir daha söz veririk ki, tək bu kənddə yox, bütün kəndlərimizdə şəhidlərin yaşadıkları küçələr abadlaşdıracaq, ailələrindən razılıq edəcək. Çox sağ olun. Allah şəhidlərimizə rəhmət etsin. Allah canınızı sağlamak için. Allah razı olsun. Ya da salam olanların ben ailərim. Atıqa xanım ilə görüşdük idi. Sağ ol, var ol. Bu ana ilə də görüşdük. Onun küçəsi biraz qalıb, gələn həftə eləyəcək. Yaxşı. Onu da eləyəcək. Allah razı olsun. Elə varsın, təzəniz Elə ev yox, heç yox. Gələn həftə də Allah üçün gələcək onlar üçün. Sağ ol. Salamat. Sağ ol, var ol. Allah əlinizdən tutsun, canınızı salamat eləsin, köməyiniz olsun. Allah sizi də Yadına salsın, Allah sizi də, ruhları sizə duaçı olsun.